Salam dəyərli izləyicilər, çox vacib bir məlumatı diqqətinizə çatdırıram. Azərbaycanda dabaq xəstəliyinin yeni növü yayılıbmı? Rəsmi açıqlamanı təqdim edəcəm, videonu paylaşıb. Burada üstəgəl işarəsinə bir dəfə toxuna bilərsiniz. Dəyərli izləyicilər, Türkiyə və İraqda dabaq xəstəliyinin yeni növləri yayılıb və bu xəstəlik Azərbaycana da gələ bilərmi? Aqrar Xidmətlər Agentliyinin rəis müavini Yusif İbrahimov bildirib ki, ölkəmizdə çox sürətli peyvəndləmə işləri aparılır. Dabaq heyvanlar arasında yayılan xəstəlikdir. Bunun nəticəsində də heyvanlar arasında iqtisadi zərər yaranır. Dabaq xəstəliyinə qarşı ildə 2 dəfə peyvəndləmə işləri aparılır, amma bu dəfə Türkiyə, İraqda xəstəliyin başqa növünə də rast gəlinib. Bu xəstəlik ölkəmizə gəlib çata bilərmi? Bu barədə açıqlamada bildirilir ki, bu riskin qarşısını almaq üçün hər bir heyvan peyvənd olunmalıdır. Vaksinin tərkibinə fermerlər mütləq fikir verməlidirlər. Yəni, hər 4 tipə qarşı immunitet yaradan vitaminlər olmalıdır. Qeyd edək ki, peyvəndləmə işləri ilin sonuna kimi mərhələli şəkildə aparılacaq.